Salyanda bir ailənin 4 üzvü qidadan zəhərlənib, 11 yaşlı uşaq həyatını itirib. Hadisə rayonun Çadırlı kəndində baş verib. Ailə üzvləri zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına müraciət edib. Mədələri yulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Hüseyn Cəfərovun vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya çatdırılıb, ancaq uşağın həkimə qədər ölümü qeydə alınıb. İlkin məlumata görə ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmaya başlayıb. Biraz özlərinə gəlib buraxıblar. Başqa evdə gediblər, biraz qalıblar. Sonra uşaq nəsə özünü pis hiss eləyib. Ondan sonra götürüb gəlmişik bura. Burada da həkimlər nə qədər səy elədilər. Keçinmişdi. Gəncədə ana 40 günlük körpəsindən imtina edib. Niyə belə davranıb? Hazırda xəstəxanada müalicə olunan körpənin vəziyyəti necədir? Təfərrüatlar sujetdə. Gəncədə ana 40 günlük, yəni təxminən 2 aylıq körpəsinə analıq etməkdən imtina edib. Bunun üçün 2004-cü il təvəllüdlü ana əvvəlcə yanvar ayında Gəncə şəhər icra hakimiyyətinin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya müraciət edib. Onun müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar ailə və övladlığa götürmə alt sisteminə yönləndirilib. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib ki, ana müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib. Agentliyin əməkdaşları ilkin qiymətləndirmə məqsədi ilə dərhal ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladını özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də, o bundan imtina edib. Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib. Gəncə şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, körpə fevralın 10-u saat 12:35 radələrində uşaq xəstəxanasının pediatriya şöbəsinə hospitalizasiya olunub. Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub. Hal-hazırda körpənin müalicəsi xəstəxana müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək. Əldə etdiyimiz məlumata görə 22 yaşlı ana şəhərdə yerləşən yataqxanalardan birində yaşayır. Bu onun ilk körpəsidir. Körpənin rəsmi və ya qeyri-rəsmi nikahdan olması haqda isə dəqiq məlumat əldə edə bilmədik. Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də nəzarətindədir. Mədənik Nəcət Səadət Ayazqızı, Rüfət Bayramov, Mələk İnqilablı, ATV Xəbər, Gəncə.